Mərdəkanda iş var yoldaşlar, Mərdəkanda iş var. Gecə növbəsi olan bir işdir. Mərdəkanda yaşayanlara sərf eləyə bilər. Deməli yoldaşlar, 6 günlük işdir. Axşam saat 9-dan səhər saat 6-ya kimidir. Qənnatçı köməkçisi işidir yoldaşlar. 600 manat əmək haqqı verir sizə. Deməli, nəyə iş görürsünüz? Kimlər üçündür daha doğrusu bu? Bu sahədə ən azı 1 illik iş təcrübəsi olanlar üçündür. Heç olmasa orta təhsiliniz olmalıdır. Professional bilikləriniz olmalıdır, qənnadı məhsullarının hazırlanması üzrə. Professional bacarlığınız, daha doğrusu yaradıcılığınız olmalıdır, zaman idarə etməyə bacarmalısınız. Bundan əlavə məsuliyyətli bir şəxs olmalısınız. Varsa belə bir özəllikləriniz, bu işə müraciət edə bilərsiniz. Bu dediyim kimi, Mərdəkanda olan işlərdən sadəcə biridir. Bu demək deyil ki, Mərdəkanda olan işə də cəmi bir dənə budur. Xeyr, digərləri də ola bilər. Digərlərlə də tanış olmaq istəyirsə, və yaxud da bu işə müraciət edəcəksə, və yaxud da ümumiyyətlə digər işlərlə də, fərqli yerlərdə olan işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızı səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsə, kanala daxil olun. Misal üçün, əgər YouTube-da görürsünüzsə, videonun adında əlaqə vasitəsi qeyd olunubdur. Yox, əgər TikTok-da görürsünüzsə, Toğrul Əcəb sözünə toxunun, kanala daxil olun. Kanala daxil olundan sonra profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.